deyirəm, gəlmişəm bu kişilər şöbəsinə də. Yəni ki, 18 yaşı olmayanlar xahiş edirəm, çəkilin qırağa. Baxın, bax bu bizim milli, necə deyərlər ki, Vinpromumuzdur da, yəni spirtli içkilər. Görün nə uzunluğundadır da. Bax bunlar hamısı Azərbaycanımızın istehsalıdır. Görürsünüz? Bax bu hissə. Deyirəm da yaxından çəkmirəm də, amma mənim sözüm bax bütün bizim bu vin zavodlarımızadır, şərab zavodlarımızadır. Niyə siz demək olar ki, heç biriniz, yəni bir-iki istisna etməklə distilə olunmuş spirtli içkilər istehsal eləmirsiniz? Yəni loru dildə desəm, söhbət dədə-babadan olan çəkmə araqdan gedir. Nə üçün siz heç bir dənə də olsun, yəni sizin çeşidləriniz yoxdur? Yəni bütün bax zavodlara müraciət eləyirəm. Bax neçə vaxtdır, hələ ki mən birini tapmışam. Bax bu zoğal. Heç açığı bilmirəm haram bu istehsalıdır, yəni kimin istehsalçısıdır da. Amma onu demək istəyirəm ki, o qədər də yəni yüksək dərəcədə bunun keyfiyyətindən razı deyiləm. Amma ki bu digərlərə baxanda, necə deyərlər, onlar biz ribi, Irak riba, yəni məcburam bunu almağa. Başa düşürsünüz? Çünki yoxdur. Yəni yoxdur. Olduğu budur. Başa düşürsünüz? Amma onu mən vurğulamaq istəyirəm ki, indi var da aramızda indi içki içənlər var. İndi mən də arada xoşlayıram bu içkini dadmağa da. Distilə olunmuş içkilər ümumiyyətlə, yəni rektifika olunmuşlardan daha cana deməzdim ki, xeyirlidir, belə deyək də, onların ziyanı daha azdır. Yəni araqları biz nəzərə alsaq, bunlar rektifikatdırlar. Sadəcə 96 spirtdən hazırlanmış bir içkidir də, yəni distilə olunmuş su ilə qatırlar. Mendeleevin sxeminin əsasında araq ölü bir spirtdir. Başa düşürsünüz? O birbaşa bizi məhv edir. Amma distilə olunmuş, hansı ki çəkmə araq biz deyirik ya, o damcı ki gəlir ha. Onların içində yəni olan müəyyən maddələr var, hansı ki bizim bədənimiz seçə bilir, tanıya bilir, hardasa o ilə əzizləşə bilir, uyğunlaşa bilir, dost ola bilir, birdən bizi öldürmür də, yəni yavaş-yavaş öldürür. Yəni tam şəkildə yorğan döşəyi bizi salmır. Ona görə mən müraciət etmək istəyirəm bizim istehsalçılarımıza. Niyə Azərbaycanda, yəni meyvədən bol olan ölkədə, meyvə bizdə özünüz bilirsiniz, maşallah, meyvə nə qədər istəyirsiniz var. Özdə onu nəzərə alsaq ki, həmən bu distilə olunmuş içkilər üçün yüksək keyfiyyətli, yəni birinci klass meyvələrə gərək yoxdur. Yəni demək olar ki, o tullantıya gedən meyvələrdən söhbət gedir. Onlar geri qıcqırsın ki, onlardan sonra braqa yaratsınlar, sonra da araq çəksinlər. Niyə siz bunu eləmirsiniz, hə? Üzümdən boluq, necə deyərlər, qrappamız yoxdur, çaçamız yoxdur. Zoğaldan boluq, zoğal arağımız yoxdur. Feyxuva nə qədər istəyirsən cənub yerlərində feyxuva arağımız yoxdur. Nə üçün? Hə? Bunu istehsal eləyin ki, yəni biz də biraz heç olmasa gec ölək də. Gərək elə bizi birdən öldürəsiniz. Bu cür araqlar hansını ki istehsal ediyorsunuz, yəni birdən bizi öldürmək istəyirsiniz. Elə eləyin ki, biraz biz yaşayaq da, biraz keyif tutaq, yavaş-yavaş ölək. Qəlbdən qəlbə, Aras Supermarket.